Salam. Gəlin sualımızın izahına baxaq. Uyğunluğu müəyyən edin. 1. İsmin xüsusiyyətlərini daşıyan sayın müstəqil şəkildə cümlə üzvü olmadığı nümunədir. 2. Saydan sonra gələn söz qrammatik qaydalara uyğun olaraq işlədilməyib. 3. İsmə aid qrammatik şəkilci qəbul edib, ismin xüsusiyyətlərini daşımayan say işlənib. A variantı. Birincilik uğrunda aparılan mübarizə bizim komandanın qələbəsi ilə yekunlaşıb. Ümumiyyətlə A variantında hər hansı say yoxdur. Birincilik sözü isimdir. A variantı getdi. B. Onlarla idmançı yarışı məğlub tərk etdi. Burada sayımız onlarlandır. Onlarla sayından sonra gələn isim ya təkdə, ya da cəmdə olmalıdır. Burada da təkdə verib, hər hansı bir qrammatik pozğunluq yoxdur. B variantı getdi. C. Bir sıra məsələ var ki, onun həlli mütləqdir. Bir sıra sayımızdır və bir sıra sayından sonra gələn isim mütləq şəkildə cəmdə olmalıdır. Burada isə təkdə verib. Deməli, qrammatik qaydalara uyğun olaraq işlədilməyib. 2-yə gedir C. D. İştahan yaman çoxdur, bəlkə az yeyəsən. Burada bir sayımız var, çoxdur və çoxluq xəbərlik şəkilçisi qəbul edib, amma isimləşməyib. Sual veririk, çoxdur, nə qədərdir? Deməli, əgər öz sualına cavab verə bilirsə, isimləşməyib. 3-ə gedir D. E variantı, bu ilki birincilər çıxış edəndə müəllimləri onları həvəsləndirdi. İndi diqqət edirik, burada birincilər sözümüz bizim sayımızdır. Birincilər nə edib? İsmin xüsusiyyətini daşıyıb, yəni cəmlənib. Həmçinin də cümlədə müstəqil şəkildə cümlə üzvü deyil. Gəlin cümləmizi təhlil edək. Həvəsləndirdi kim? Müəllimləri. Kimi? Onları. Nə vaxt? Bu ilki birincilər çıxış edəndə. Zərflik. Hər biri birlikdə zərflik olur. Feili bağlama tərkibində işlənib. Deməli, E variantı gedir 1-ə. 1E, 2C, 3D. Cavabımız C variantı. Video sizin üçün faydalı oldusa, bəyənməyi və kanala abunə olmağı unutmayın.